Tulu, çox şiddətli bir küləklə tarımar oldu. Allah o küləyi 7 gecə 8 gün ardı arası kəsilmədən onların üstünə əstirdi. Belə ki, əgər yanlarında olsaydın, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar sanki içi bomboş xurma kötükləri idilər. İndi sən onlardan heç bir əsər əlamət görə bilərsənmi? Firon da, ondan əvvəlkilər də, altı üst olmuş mötəfikə əhli, Lut qövmü də günah törətmişdilər. Onlar Rəbbinin Peyğəmbərinə asi olmuş, o da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı. Həqiqətən hər tərəfi su basdığı zaman sizi gəmiyə biz daşıdıq. Ona görə ki, bunu sizə bir ibrət dərs edək və dərk edən nəsihət dinləyən qulaq bunu eşidib yadda saxlasın. Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı, əzilib toza dönəcəyi zaman məhz o gün qiyamət qopacaqdır və göy süz düşüb parçalanacaqdır. Mələklər də onun, göyün ətrafında olacaq və həmin gün sənin Rəbbinin ərşini onların üstündə 8 mələk daşıyacaqdır. O gün, ey insanlar, siz haqq hesab üçün Rəbbinizin hüzuruna gətiriləcəksiniz. Sizin heç bir sirriniz gizli qalmayacaqdır. Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: alın əməl dəftərimi oxuyun. Mən öz hesabıma yetişəcəyimə inanmışdım. Bundan belə o, xoş güzaran içində, meyvələri çox yaxında olan, yüksək bir cənnətdə olacaqdır. Onlara deyiləcəkdir: keçmiş günlərdə etdiyiniz yaxşı əməllər müqabilində yeyin için. Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: kaş əməl dəftərim mənə verilməyəydi. Hesabımın nə olduğunu bilməyəydim. Kaş o ölüm qəti, əbədi olaydı. Mal dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi. Onu tutub qandallayın, sonra da cəhənnəmə atın. Daha sonra onu 70 arşın uzunluğunda zəncirlə bağlayın. Çünki o, böyük olan Allaha inanmırdı. O, yoxsulu yedirtməyə rəğbət oyatmırdı. Bugün bax burada onun yaxın bir dostu yoxdur. Ancaq günahkarların yediyi, irindən başqa bir yeməyi də yoxdur. And içirəm gördüklərinizə və görmədiklərinizə ki, bu, Qur'an, çox möhtərəm bir elçinin sözüdür. O, şair sözü deyildir. Nə az inanırsınız? O, kahin sözü də deyildir. Nə az düşünürsünüz? O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Əgər Peyğəmbər özündən bəzi sözlər uydurub bizə isnad etsəydi, biz ondan mütləq şiddətli intiqam alardıq. Sonra onun şah damarını qopardardıq və heç biriniz də əzabımızı ondan dəf edə bilməzdiniz. Şübhəsiz ki, bu, Qur'an, müttəqilərə bir öyüd nəsiyyətdir. İçərinizdə onu yalan hesab edənlər olduğunu da əlbəttə bilirik. Şübhəsiz ki, bu, kafirlər üçün bir peşmançılıqdır. Doğrudan da bu gerçək bir həqiqətdir. Elə isə sən, ulu olan Rəbbinin adını təsbih et. Rəhman və Rəhim olan Allahın adı ilə. Biri vaqe olacaq əzab barədə soruşdu. O əzabı kafirlərdən dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan Allahdandır. Mələklər və ruh, Cəbrail, onun dərgahına dünya ilə müqayisədə müddəti 50 min il olan bir gündə qalxarlar. Ya Peyğəmbər, mətanətlə səbr et. Şübhəsiz ki, onlar o əzabı uzaq görürlər. Biz isə onu yaxın görürük. O gün göy, göyərmiş mis kimi olacaq. Dağlar da didilmiş gün kimi olacaqdır. Və dost-dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə göstəriləcəklər. Lakin hərə öz hayına qalacaqdır. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fidyə versin. Öz oğullarını, övrətini və qardaşını, ona sığınacaq verən qohum əqrabasını və yer üzündə olanların hamısını, təki özünü qurtarsın. Xeyr, bu mümkün deyildir. Həqiqətən o cəhənnəm alovlu atəşdir. Başın dərisini sıyırıb çıxardır. O cəhənnəm itaətdən çıxanı, üz döndərəni və sərvət yığıb saxlayanı çağırır. Həqiqətən insan çox həris və kəmhövsələ yaradılmışdır. Ona bir pislik yüz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. Namaz qılanlar istisnadır. O kəslər ki, daim namaz qılarlar. O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır. Dilənən və məhrum olan, abrına qısılıb dilənməyən kimsə üçün. O kəslər ki, haqq hesab gününü təsdiq edərlər. O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər. Çünki onların Rəbbinin əzabından arxayın olmaq olmaz. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Övrətləri və cariyələri istisna olmaqla əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. Əmanətə xəyanət etməz. Verdikləri sözü yerinə yetirərlər.
düzgün şəhadət verərlər, namazlarını hifz edərlər. Məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir. Ya Peyğəmbər, kafirlərə nə olub ki, sənə tərəf tələsirlər? Sağdan və soldan dəstə-dəstə gəlirlər. Məyər onların hər biri nəyim cənnətlərinə mi daxil olacağına ümid edir? Xeyr, bu ola bilməz. Biz onları özlərinin bildiyi şeydən yaratdıq. Fəqət ibrət almadılar, imana gəlmədilər. Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, biz həqiqətən qadirik, onları özlərindən daha yaxşısı ilə əvəz etməyə və bu işdə heç kəs bizim qarşımıza keçə bilməz. Elə isə qoy onlar vəd olunduqları günə qovuşana dək, dalsınlar və oynayıb əylənsinlər. O gün onlar bütlərin yanına tələsirmişlər kimi, qəbirlərdən tez tələsik çıxacaqlar. Onların gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd olunmuş həmin qiyamət günüdür. Rəhman və Rəhim olan Allahın adı ilə. Həqiqətən biz Nuhu, qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut deyə öz tayfasına Peyğəmbər göndərdik. O dedi, ey qövmüm, həqiqətən mən sizi açıq-aşkar qorxudan bir Peyğəmbərəm. Allaha ibadət edin, ondan qorxun və mənə də itayət edin. Əgər belə etsəniz, o sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək möhlət verər. Allahın müəyyən etdiyi əcəl gəlib çatdıqda isə, o əsla təxirə salınmaz. Kaş biləydiniz. O dedi, ey Rəbbim, mən qövmümü gecə-gündüz imana dəvət etdim. Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün, mən nə zaman onları imana dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar. Məni görməsinlər deyə libaslarına büründülər. İsrar edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim. Və dedim, Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki o çox bağışlayandır. O sizə göydən bol yağış göndərər. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar, bağçalar yaradar və çaylar axıdar. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? Halbuki o sizi cürbəcür mərhələlərlə xəlq etdi. Məyər görmürsünüz ki, Allah 7 göyü bir-birinin üstündə necə yaratdı? Orada ayı bir nur, günəşi də bir çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və oradan da çıxardacaqdır. Allah yeri sizin üçün xala etdi ki, onun geniş yollarında gəzəsiniz. Nuh dedi, ey Rəbbim, onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabi oldular. Onlar çox böyük bir hilə qurdular və dedilər, öz tanrılarınızı tərk etməyin, xüsusilə Bəddi, Suvağı, Yəğusu, Yəuqu və Nəsri atmayın. Onlar çoxlarını yoldan çıxartdılar. Sən də ey Rəbbim, ancaq onların zəlalətini artır. Onlar öz günahlarından dolayı suda boğdurulub cəhənnəmə daxil edildilər və özlərinə onları Allahın əzabından qurtaracaq köməkçilər də tapa bilmədilər. Nuh dedi, ey Rəbbim, yer üzündə bir nəfər belə kafir qoyma. Çünki sən onları buraxsan, onlar sənin bəndələrini yoldan çıxardacaq. Ancaq pozğun və kafir oğul-uşaq doğub törədəcəklər. Ey Rəbbim, məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakini artır. Rəhman və Rəhim olan Allahın adı ilə. Ya Peyğəmbər, de, mənə vəhy olundu ki, bir dəstə cin Quranı dinləyib dedilər. Biz təsəvvür edilməz